Hakimlər. 2-ci fəsil. İsrailin sədaqətsizliyi. Rəbbin mələyi Gilqaldan Bokimə çıxdı və dedi: Sizi mən Misirdən çıxararaq atalarınıza vəd elədiyim torpağa gətirib dedim ki, sizlə olan əhdimi heç vaxt pozmayacağam. Sizsə bu torpağın əhalisi ilə əhd bağlamayın və onların qurbangahlarını dağıdın. Lakin siz mənim sözümə qulaq asmadınız. Niyə belə elədiniz? Buna görə də mən deyirəm, onları qarşınızdan qovmayacağam və onlar sizə əngəl, Allahları isə sizə təli olacaq. Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı. Ona görə də o yerin adına Bokim dedilər və orada Rəbbə qurban təqdim elədilər. Yeşuanın ölümü. Yeşua xalqı yola salan zaman İsrail övladlarından hər biri öz torpaq paylarına sahib olmaq üçün getdi. Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün elədiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq elədi. Rəbbin qulu Nun oğlu Yeşua 110 yaşında vəfat elədi. Onu Qaaş dağının şimalında, Efraimin dağlıq bölgəsində olan Timnat Xeres adlı İrs olan torpaq sahəsində dəfn elədilər. Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün elədiyi işləri bilməyən başqa bir nəsil törədi. İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq elədilər. Bundan da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb, başqa Allahlara, ətraflarında yaşayan millətlərin Allahlarına istayiş eləyərək onlara səcdə elədilər. Buna görə də Rəbbi qəzəbləndirdilər. Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq elədilər. Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim elədi. Basqınçılar da onları talan elədilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər. Harda döyüşdülərsə, Rəbbin onlara dediyi və and içdiyi kimi, Rəbbin əli onların əleyhinə qalxdı. Bundan İsraillilər pis vəziyyətə düşüb çox əziyyət çəkdilər. Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi. Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa Allahlara istayiş eləməklə Rəbbə xəyanət elədilər. Rəbbin əmrlərinə itaət eləyən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar. Rəbb onlar üçün hakimlər yetirdi və özü də hakimlərlə oldu. Hakimlərin ömrü boyunca Rəbb İsrailliləri düşmənlərin əlindən qurtarırdı. Ona görə ki, onları əzənlərin və sıxışdıranların üzündən nalə çəkdikləri zaman Rəbbin xalqa rəhmi gəlirdi. Hər hansı hakim öləndən sonra xalq yenə başqa Allahlara istayiş eləməklə, onlara qulluq eləyib səcdə eləməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inatkarlıqlarından əl çəkmədi. Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: Madam ki, bu millət mənim atalarına əmr elədiyim əhdi pozub sözümə qulaq asmadı, mən də Yeşua vəfat eləyəndə bu torpaqlarda saxladığı millətlərin heç birini daha onların qarşısından qovmayacağam. Ataları kimi bu yolla gedib getməyəcəklərini görmək üçün İsrailliləri bu millətlər vasitəsilə sınaqdan keçirəcəyəm. Rəbb bu millətlərin həmin torpaqlarda qalmasına izin verdi. Onları Yeşuaya təslim eləməyərək dərhal qovmadı.